Həlak olan Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadənin şəhid olduğu yerdən video görüntülər yayılıb. Əraziyə baş çəkən insanlar maraqlı bir məqamı açıqlayıblar. Belə ki, onların dediklərinə görə şəhidimiz vurulduqdan sonra həmin əraziyə bu da belə sözlərini yazıb. Həmin söz indi Zəngilan rayonunda Xudayar Yusifzadənin şəhid olduğu yerə həkk olunub. Xatırladaq ki, Xudayar oktyabrın 22-sində Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Yer mən oradayım. Tamam, burada dur. Buradan yaxından var. Bunlar istəyib kira bura. Şimdi gülür. Baxırlar ki, kim var şimdi, gülür. Ölümündən sonra Vətən uğrunda medalı, Azərbaycan bayrağı ordeni, Zəngilanın azad olunmasına görə medalı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib. Qeyd edək ki, şəhidimiz müharibə zamanı ifa etdiyi Vətən yaxşıdır mahnısı ilə daha çox tanınıb. Həmin mahnı onun şərəfinə Xudayar təsnifdir.